Xəbər verdiyimiz kimi, Bakıda Kürdəmir rayonunun Qaraqoçalı kənd sakini 18 yaşlı Tahirə Hüseynova qeysəriyyə əməliyyatından sonra vəfat edib. DNAZ-a istinadən xəbər veririk ki, Tahirə Hüseynova 2024-cü ilin 6 iyun tarixində 16 yaşında ailə qurub. Bu ilin aprelin 18-də hamiləliyinin 38-39-cu həftəsində Sumqayıt şəhərinə qohumlarının evinə qonaq gedib və orada yerləşən 5 saylı ailə sağlamlıq mərkəzinə müraciət edib. Aprelin 26-sında gecə saat 01:45 radələrində onun vəziyyəti pisləşib və Tahirə Sumqayıt Perinatal Mərkəzinin təcili və təxirəsalınmaz yardım şöbəsinə yerləşdirilib. Həkimlərin qərarı ilə hamiləlik qeysəriyyə əməliyyatı ilə sonlandırılıb. Əməliyyat nəticəsində 4 kiloqram çəkidə sağlam qız uşağı dünyaya gəlsə də, Tahirə Hüseynovanın vəziyyəti doğuşdan sonra qəflətən pisləşib. Müayinələr nəticəsində gənc anaya doğuşa yaxın və ya doğuşdan sonra yaranan ürək əzələsi çatışmazlığı diaqnozu qoyulub. Gənc ana daha sonra aprelin 27-sində Bakı şəhərində yerləşən mərkəzi klinik xəstəxanaya köçürülüb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Onun övladının vəziyyəti isə stabil qiymətləndirilir. Tahirə Hüseynovanın ölüm səbəbi ilə bağlı dəqiq nəticələr patoloji anatomik müayinə və məhkəmə tibbi ekspertiza tərəfindən müəyyənləşdiriləcək. Hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verilib. Erkən nikah və azyaşlı ana ilə bağlı araşdırmalar davam edir.